mənim qərarlarımın bir çoxu məhz ictimai nəzarət nəticəsində verilibdir. Bunu indi ictimaiyyət bilmir, amma yerlərdən gələn siqnallar yoxlanılır. Əgər yerlərdən siqnal gəlməsə, onda mən hardan biləcəm? Və onlar yoxlanılır bir neçə dəfə və bir neçə qurum tərəfindən, bir qurum yox, bir neçə qurum ki, burada yəni şəxsi qərəzli olmasın. Ondan sonra bu öz təsdiqini tapanda artıq qərar qəbul edilir. Və bütün məmurlar onu bilməlidirlər. Vəzifəyə təyin etmək böyük etimaddır. Ancaq bu etimad əgər məmur tərəfindən doğrulmasa, onda yəni sərəncam da çox özünü gözlətməyəcək.